Salam, mən biologiya müəllimi Şəmsiyə Seyidbəyli. Bugün sizə Camal müəllimin biologiya sınaq toplusundan bölmə 1-in sınaq 5-in izahını verəcəm. Birinci sualda verilən orqanoidlərdən hansı lizosomların formalaşmasını təmin edir? Lizosomların formalaşmasını təmin edən orqanoid Holgi kompleksidir. Burada isə Holgi kompleksi B variantındadır. İkinci suala baxsaq, verilən fikirlərdən hansı yanlışdır? Meyoz zamanı metafaza 1 və profaza 1 fazalarında xromosomlar 2 xromatiddə olur. Biz bilirik ki, meyozun anafaza 2 və telofaza 2 fazasında xromosomlar 1 xromatiddə olur. Yerdə qalan fazalarda 2 xromatidli olacaqdır. Yəni A variantımız düzgündür. Meyoz zamanı metafaza 1, metafaza 2 mərhələsində ekvatorda 2 xromatidli xromosomlar düzülür. Bu da düzgün fikirdir. Çünki biz dedik ki, anafaza 2 və telofaza 2-də xromosomlar 1 xromatiddə olur. Və bu metafaza 1, metafaza 2 dediyi üçün burada 2 xromatidli xromosomlar olacaq. C variantına baxsaq, meyozun birinci bölünməsi zamanı 2 xromatidli xromosomların qütblərə çəkilməsi nəticəsində 2 hüceyrə yaranır. Bu da düzgün fikirdir. Bunun izahına baxsaq, bir hüceyrə daxil olur və 2 hüceyrə yaradacaqdır. Buradan bizə nə deyir? Deyir, meyozun birinci bölünməsi zamanı 2 xromatidli xromosomların qütblərə çəkilməsi nəticəsində 2 hüceyrə əmələ gəlir. Baxın uşaqlar, meyoz 1-də bu meyoz 1 keçirdir, 2 hüceyrə yaradır və bunlar isə meyoz 2 keçirdərək 4 hüceyrə yaradacaqdır. Bir hüceyrədə meyoz 1 keçirdiyi üçün anafaza mərhələsində, yəni anafaza 1-də 2 hüceyrələr 2 xromatidli xromosomlar qütblərə çəkilir və telofazada yenə 2 xromatidli xromosomlar olur və 2 hüceyrə yaranacaqdır. Bu da düzgün fikirdir. D variantına baxsaq, meyoz 1-in birinci bölünməsi nəticəsində əmələ gələn hüceyrələrdə xromosom sayı xromatid sayına bərabər olur. Deməli, meyoz 1-ə girən hüceyrə, daxil olan hüceyrəmiz 2-in 4C şəklində olur və deyir ki, birinci bölünmə nəticəsində əmələ gələn hüceyrələrdə xromosom sayı, birinci bölünmə nəticəsində əmələ gələn hüceyrələr bunlardır. Bunlarda isə xromosom sayı 2 dəfə azalır, xromatid sayı 2 dəfə azalır. Yəni N 2C olur. Baxın, xromosom sayı xromatid sayından 2 dəfə azdır. Bu isə deyir, bərabər olur. Deməli, yanlış variantımız D variantı olar. Y variantına da baxsaq, meyoz bölünmə zamanı 3 hüceyrə bölünməyə məruz qalır. Baxın uşaqlar, deməli meyoz bölünməyə məruz qalan bu hüceyrə 1, sonra 2 hüceyrə yaranır və bunlar da meyoz 2-yə məruz qalır. Deməli 1, 2 və 3 hüceyrə bölünməyə məruz qalacaqdır. Keçək 3-cü suala. 3-cü sualda deyilir, fotosintez zamanı bitkilər günəş spektrinin hansı dalğa şüalarından istifadə edir? Biz bilirik ki, fotosintezdə görünən işıq şüalarıdır. Düzgün variantımız Y variantı olacaq. 4-cü sualımıza baxsaq, hüceyrə orqanoidlərin hansında özünə məxsus zilal sintez olunur? İki membranlı orqanoidlərimizdə özünə məxsus zilal sintez olunacaqdır. Burada isə iki membranlı orqanoidimiz mitoxondri və leykoplast olacaqdır. Düzgün variantımız D variantı olar. 5-ci sualda verilənlərdən hansı Y cinsi xromosoma malikdir? Madyan dişi ata deyilir. Dişi at məməlidir. Məməlilər sinifində isə biz bilirik ki, dişilər homogametdir. Yəni burada XX olacaq. Xoruz quşlar sinifinə aiddir. Quşlar biz bilirik ki, dişiləri heterogametdir. Yəni dişilər XY, erkəklər XX-dir. Yəni xoruzda da XX olacaq. Y-ə rast gəlinməyəcək. Öküz məməlilər sinifidir. Bəli, öküzdə XY olacaq, çünki erkək fərddir. Yəni Y-ə rast gəldik 3-də. Ayğır erkək ata deyilir. Erkək at XY olacaq. 4-də də Y-ə rast gəldik. Deməli 3, 4. Erkək cüvə, biz bilirik ki, cüvələrdə XX erkəklər, X0 isə dişilərdir. Bunlarda da nə erkəyində, nə dişisində Y xromosomuna rast gəlinmədi. Deməli, düzgün variantımız 3 ilə 4 olar. Yalnız 4 olacaq. Yalnız D bəndi, yəni 3 ilə 4 olacaqdır. 6-cı sualda bizə nə deyilir? Nöqtələrin yerinə uyğun gələn ifadələri yazın. Sitokinez zamanı hüceyrələrində sitoplazma xaricdən daxilə doğru ayrılmağa başlayır. Deməli, xaricdən daxilə doğru gəlirsə,
Bu heyvan hüceyrəsidir. Çünki heyvan hüceyrəsinin hücre divarı olmadığından glikokalisdir və o xaricdən daxilə doğru ayrılmağa başlayacaqdır. Hüceyrə ortadan, deməli heyvan hüceyrəsi olacaq. İçi ilə başlayan variantımız olacaq. Ya bu olacaq. Hüceyrə ortadan sıxılaraq iki yerə bölünür. Bitki hüceyrələrində nöqtə ibarət hüceyrə divarı olduğu üçün bitki hüceyrələrində sellulozadan ibarət hüceyrə divarı olduğu üçün boğumlanıb bölünməsi mümkün olmur. 4. Mitozun telofaza mərhələsində iki nüvə arasında mərkəzi sahə yaranır. Biz bilirik ki, sitokinez telofazada gedəcəkdir. Mərkəzi sahə yaranır. Orada Holgi kompleksi, yəni Holgi aparatına daxil olan maddələrin hesabına bölünmə lövhəsi yaranacaq və bölünmə baş verəcəkdir. Deməli, sitokinez zamanı heyvan hüceyrələrində sitoplazma xaricdən daxilə doğru ayrılmağa başlayır. Hüceyrə ortadan sıxılaraq iki yerə bölünür. Bitki hüceyrələrində sellulozadan ibarət hüceyrə divarı olduğu üçün onun boğumlanıb bölünməsi mümkün olmur. Mitozun telofaza mərhələsində iki nüvə arasında mərkəzi sahə yaranır. Orada Holgi aparatından daxil olan maddələrin hesabına bölünmə lövhəsi yaranır və bölünmə baş verir. Deməli, burada düzgün variantımız A variantı olacaqdır. Keçək 7-ci suala. 7-ci sualda bizdən uyğunsuzluğu müəyyən edin. Rüşeyen vərəqində formalaşan orqanlar ektoderma qatı, dərinin pi qatı. Dərinin pi qatı ektoderma yox, mezoderma qatıdır. Elə uyğunsuzluğun biri 1-dir. Burun epitelisi ektodermadır, düzgündür. Duyğu reseptorları ektodermadır, düzgündür. Endoderma qatı sidik hissəsinin epitelisi endodermadır. Qalxana bənzər vəz endodermadır. Əzələlər mezodermadır. Deməli, buradan dərinin pi qatı mezoderma olmalı idi. Ektoderma veribdi. Buradan əzələlər mezoderma olmalı idi. Endoderma verib. Səhv olan fikir 1-lə 6 olacaqdır. 8-ci suala baxsaq, tısbağanın yumurtalıqlarının yetişmə mərhələlərində cəmi 18 hüceyrədə qütblərə bir xromatidli xromosomlar çəkilmişdir. Yetişmə zonasının sonunda əmələ gələn yönəldici cisimciklərdə maksimum neçəsi Y cinsi xromosom daşıyır? Gəlin baxaq. Deməli, yumurtalıqların yetişmə mərhələsində 18 hüceyrədə qütblərə bir xromatidli xromosomlar çəkilmişdir. Bir hüceyrə daxil olanda iki hüceyrə yaranır və bu hüceyrələr də öz növbəsində 4 dənə hüceyrə yaradacaqdır. Birinci hüceyrədə iki xromatidli xromosomlar çəkilir. İkinci meyoz keçirdəndə hüceyrələrdə bir xromatidli xromosomlar çəkiləcəkdir. Deməli, bir hüceyrə daxil olanda İki hüceyrədə bir xromatidli xromosomlar çəkilir. Yazarıq, bir hüceyrə daxil olanda iki hüceyrədə bir xromatidli xromosomlar çəkiləcəkdir. Bəs 18 hüceyrədə bir xromatidli xromosomlar çəkiləndə neçə hüceyrə daxil olub? O zaman yazarıq ki, 9 hüceyrə daxil olubdur. 9 hüceyrə daxil olubsa, 9 hüceyrədən bir hüceyrədən 4'ü yaranır. 9 hüceyrədən isə 36 hüceyrə yaranar. Bu 36'nın 18'i X, 18'i Y olar. Biz bilirik ki, dişilərdə daxil olan hüceyrənin sayı qədər qamet olur. Yəni 9 qametimiz var. Baxın uşaqlar, 18X-in içərisində həm X qamet, həm də X yönəldici ola bilər. 18Y-in içərisində eynən 18 Y-in içərisində həm Y qamet, həm də Y yönəldici ola bilər. 9 qametimiz var. Bizdən nə soruşur? Deyir, maksimum neçəsi yönəldici cisimlərin Y cinsi xromosom daşıyır? Mən bu 9 qametimin hamısını X götürərəm ki, yəni 9X qametim olar. Yönəldici cismin hamısı 18Y, yəni Y-in hamısı da yönəldici olar. Deməli, 18Y yönəldici olacaqdır. Düzgün variantımız C variantı olar. 9-cu sualda nə deyilir? 9-cu sualda konjugasiya prosesində iştirak edən spirogyra hüceyrələrinin sayı 16 ədəddir. Yəni 8 spirogyra burada, 8 spirogyra burada. Bu 8 spirogyralar birləşir, hüceyrə möhtəviyyatı bir-birinə qarışıb, neynədir? Zigotu yaradacaqdır.
konjugasiya etdikdə ziqot yaradacaqlar. İki hüceyrə birləşəndə, yəni belə deyək, bir ziqot yarananda 4 dənə spor yaranırdı. Bu sporlardan 3'ü məhv olurdu, biri isə yeni fərdə başlanğıc verirdi. 8 spirogyra yosunumuz var. Yəni ikisi bir yerdə 16 spirogyra yosunumuz var. Bu spirogyra yosunlarından 8 ziqot yaranacaqdı. 8 ziqot yaranırsa, bir ziqotdan 4 spor yaranırsa, 8 ziqotdan 32 spor yaranar. Bu 32 spordan 24'ü məhv olar və qalan 8'i isə yeni fərdə başlanğıc verəcəkdir. Deməli, düzgün variantımız burada 8 olacaqdır. 10-cu suala baxsaq, 10-cu sualda nə deyilir? Diploid hüceyrənin meyoz bölünməsi zamanı bütün hüceyrələrdə bir xromatidli xromosomların qütblərə çəkilməsində iştirak edən bölünmə vətərlərinin sayı 36 ədəddir. Bu hüceyrənin atosom xromosom müxtəlifliyi neçə olar? Gəlin buna baxaq. Deməli, diploid hüceyrənin meyoz bölünməsi zamanı bütün hüceyrələrdə bir xromatidli xromosomlar. Yenə yazırıq. Bir hüceyrə daxil oldu, 2 hüceyrəni yaratdı. Sonra bu hüceyrələr də öz növbəsində yeni hüceyrələr 4 hüceyrə yaradacaqdır. Və bizə nə deyir? Bütün hüceyrələrdə bir xromatidli xromosomların qütblərə çəkilməsi. Biz bayaq nə vurğuladıq? Birinci hüceyrədə 2 xromatidli xromosomlar çəkilir. Bu hüceyrələrdə isə 1 xromatidli xromosomlar çəkiləcəkdir. Bura qədəri aydındır. Sonra D çəkilməsində bölünmə vətərlərinin sayı 36 ədəd olubdur. Yəni anafaza mərhələsində, anafaza 2-də bölünmə vətərlərinin sayı 36 olubdur. Bizdə necə idi anafazada? Bir xromosoma hər iki tərəfdən bölünmə vətəri gəlirdi. Yəni anafazada bir bölünmə vətəri bu hüceyrənin xromosomu, bir bölünmə vətəri də bu xromosomu çəkəcəkdir. Biz bilirik ki, anafaza 2-də xromosom sayı 2n olacaqdır. Yəni uşaqlar, baxın, xromosom sayı 2 dənədirsə, bölünmə vətəri də 2 dənədir. Yəni xromosom sayı qədər anafazada bölünmə vətəri vardır. 2n bu hüceyrədə var, 2n də bu hüceyrədə var bölünmə vətəri. Ona görə yazarıq ki, 2n cəmi 4n eləyəcək. 4n 36-dırsa, bəs n nə qədərdir? Taparıq ki, n 9-dur. Yəni 9 xromosom olubdur. N-i 9 xromosomdursa, deyir ki, bu hüceyrənin atosom xromosom müxtəlifliyi neçə olar? Baxın uşaqlar, n-i 9-dursa, bunun 2n-i 18-dir. 18-i necə yazarıq? 18 bərabərdir. 16 üstə gəlinsin. Hər hansı bir ya x, y fərqi yoxdur, ya da x yazıram. Bizdən atosom müxtəlifliyi soruşduğu üçün biz bilirik ki, atosom müxtəlifliyi onun yarısına bərabərdir. Yəni 8 atosom müxtəlifliyi olacaqdır. Düzgün variantımız A variantı olacaqdır. Keçsək 11-ci suala. 11-ci sualda hansı orqanizmdə energetik mübadilənin hər 3 mərhələsi gedir? Biz bilməliyik ki, energetik mübadilənin hazırlıq mərhələsi, glikoliz mərhələsi və oksigenli mərhələsi var. Yəni oksigenli mərhələ varsa, deməli biz burada oksigenli tənəffüs edən canlılar götürəcəyik. Yetkin insan asqaridi anaerob tənəffüs etdiyi üçün bunda 3-cü mərhələ olmayacaq. Ağ planari oksigenli tənəffüs edir, nereid oksigenli tənəffüs edir və göl ilbizi oksigenli tənəffüs edəcəkdir. Onun üçün düzgün cavab 2, 3 və 5 olar. A variantı olar. Keçək 12-ci suala. 12-ci sualda deyilir ki, doğru cavabı tapın. Mitoxondri veribdir və biz doğru fikirlərə baxaq. Birinci yazıb 1. Hazırladığı maddə bir hüceyrədən digər hüceyrəyə keçə bilməz. ATF hazırlayır və biz bilirik ki, ATF hüceyrədən hüceyrəyə keçə bilmir. Bu düzgün fikirdir. Mən deyirəm düzgündür, bura plus qoyaram. Amma bu çıx qoyubdur. Deməli, bu səhvdir. 2. Tərkibində 3 makroerqik rabiti olan maddə sintez edir. ATF sintez edir, amma ATF-in tərkibində 2 makroerqik rabitə var. Mən deyirəm bu səhvdir, amma bu əslində bura çıx olmalıdır. Amma bu üstəgəl qoyub, deməli bu da səhv cavabdır.
Üçüncüyə baxaq. Qeyri-üzvü maddədən üzvü maddə sintez edir. Mən deyirəm, xeyr, qeyri-üzvü maddədən üzvü maddə sintez etmir, amma bu deyir. Üstəcəl qoyduğu üçün, deməli bu da səhv fikirdir. Tərkibində 8 növ nukleotiddə rast gəlinir. Bəli, mitoxondrinin həm DNT-si, həm RNT-si olduğu üçün onda 8 növ nukleotiddə rast gəlinir. Amma mən deyirəm düzdür, bu deyir səhvdir. Deməli, bu da düzgün cavab deyil. Y variantına baxsaq, 3 aləmin nümayəndələrinin hüceyrələrində rast gəlinir. Bəli, bakteriyalardan başqa göbələklər, bitkilər və heyvanlar aləmində rast gəlinəcəkdir. Düzgün variantımız Y variantı olar. 13-cü sualda bizə nə deyilir? Zülal molekulunun tərkibində 2 peptid rabitə əmələ gətirən amin turşularının cəmi, bir peptid rabitə əmələ gətirən amin turşularının cəmindən 148 ədəd çoxdur. Bu zülalın sintezində iştirak edən məlumat RNT-nin zülal kodlaşdıran hissəsində neçə nukleotid olar? Deməli, biz bilirik ki, əgər bir zəncirli zülaldırsa, birinci və axırıncı amin turşusu bir peptid rabitənin əmələ gəlməsində iştirak edir. Ortada qalanlar isə 2 peptid rabitənin əmələ gəlməsində iştirak edir. Deyir, əgər 2 peptid rabitə əmələ gətirənlər bir peptid əmələ gətirənlərdən 148 ədəd çoxdursa, onda yazarıq ki, əgər 148 ədəd çoxdursa, deməli 150 2 peptid rabitə əmələ gətirənlərdir. Onsuz da 2 dənə bir peptid rabitə əmələ gətirənlərimiz var. 150-dən də ikisini çıxsaq, 148 ədəd çox olacaqdır. Yəni, deməli, burada 152 amin turşusu olacaqdır. Bir də təkrar edirəm. Başda duran və axırda duran amin turşusu bir peptid rabitənin əmələ gəlməsində iştirak edir. Yəni, 2 ədəd. Deməli, ortada duranlar da 150 olub ki, bu ondan 148 ədəd çox olubdur. 152 amin turşumuz varsa, bizə də deyir ki, məlumat RNT-nin zülal kodlaşdıran hissəsində neçə nukleotid olar? Bir amin turşusu 3 nukleotiddə bərabər olduğu üçün 152-ni də 3-ə vurarıq. 2 üçün 6, 5 üçün 15, 5 yazarıq. 1 üçün 3, 456. Deməli, düzgün variantımız D variantı olacaqdır. Keçək 14-cü suala. 14-cü sualda noxud bitkisinin çiçək düsturuna əsasən biz noxud bitkisinin çiçək düsturunu yazsaq, necə idi? Deməli, kasacıq 5, ləçək 3, üstə gəlinsin 2, erkəkcik 9, üstə gəlinsin 1 və dişicik 1-dən ibarətdir. Deyib, bitişik hissələrin sayları cəmi, bitişik olmayan hissələrin sayları cəmindən 88 ədəd çoxdur. Bir çiçək üçün hesablayaq. Uşaqlar, bitişik hissə kasacıq 5-dir. Ləçəklərdən ikisi bitişikdir. 5, üstə gəlinsin 2. 9 bitişik erkəkciyimiz var. Bitişik hissələrin cəmi neçə eləyər? 16 eləyər. Bir çiçəkdən söhbət gedir. Bitişik olmayan hissələrimiz isə 3 ləçəkdir. Bir dənə erkəkcikdir. Bir dənə də dişicikdir. Bərabərdir, bu isə 5-ə. Bununla bunun fərqi 16 çıxılsın 5, 11 edər. Bir çiçəkdə yazarıq ki, bir çiçəkdə fərq 11-dir. Bəs 88 fərq neçə çiçəkdə olar? Buradan x-i tapsaq, x-imiz eləyəcək. 88-i 11-ə böləndə 8. Deməli, bizim 8 çiçəyimiz var. Sonra nə deyir? Hər bir çiçəkdə rüşem hissələri əmələ gələn zaman 63 hüceyrə mitoz bölünməyə məruz qalır. Biz bilirik ki, bir rüşem hissəsində 7 mitoz gedirsə, bəs 63 mitoz gedibsə neçə rüşem hissəsi var? 63-ü bölərik 7-yə, taparıq ki, 9 rüşem hissəsi var. Bir çiçəkdə 9 rüşem hissəsi var. Bəs 8 çiçəkdə neçə rüşem hissəsi olar? 8-i vurarıq 9-a. Taparıq ki, 72 bizim rüşem hissəmiz var. Maylanmada iştirak edən qametlərin maksimum sayını hesablayın. Bir rüşem hissəsində 3 qamet iştirak edir. 2 spermi, 1 yumurta hüceyrə. Bəs 72 rüşem hissəsində neçə qamet iştirak edər? Buradan da 72-ni 3-ə vursaq, 3 2-ni 6, 7 3-ünü 21, o da eləyər 216. Düzgün variantımız A variantı olacaqdır. 15-ci suala baxsaq, uyğunluğu müəyyən edin.
Bizə hüceyrələri veribdir. Birinci gördüyümüz hüceyrə bitki hüceyrəsidir. İkinci gördüyümüz hüceyrə heyvan hüceyrəsidir. Üçüncü gördüyümüz hüceyrə isə bakteriya hüceyrəsidir. X-də ehtiyat qida maddəsi glikogendir. X heyvan hüceyrəsi olduğu üçün onun ehtiyat qida maddəsi glikogen olacaqdır. Deməli, birinci variantımız düzgündür. 2-yə baxaq. Y-də X və Z-dən fərqli olaraq plazmatik membran var. Biz bilirik ki, bütün aləmlərin plazmatik membranı var. 2 səhvdir. Z-də membran quruluşlu orqanoid ola bilməz. Bəli, Z-də bakteriyalarda membransız orqanoidlərə rast gəlinir ki, o da ribosomdur. Membranlı orqanoid yoxdur. Bəli, 3 düzdür. X-də olan ribosomların hissəcikləri 3 növ strukturda formalaşır. Heyvan hüceyrəsidir, mitoxondri və nüvədə formalaşacaqdır, xloroplastı yoxdur. Onun üçün 4-də səhvdir. Z-də 4 növ azotda əsasa rast gəlinir. Z bakteriya hüceyrəsidir. Bakteriyalarda həm DNT, həm RNT olduğu üçün onlarda 5 növ azotda əsasa rast gəlinəcəkdir. Burada isə düzgün variantımız Y variantı olacaqdır. 16-cı suala baxsaq, diploid xromosom dəsti 14 olan bitkinin tozluğu ilə, yəni 2N14 olan erkək bitkimizdir. Mərkəzi hüceyrəsi 26 olan, yəni 2N26 olan dişi bitkimizdir. Mərkəzi hüceyrə dişi bitkinin elə somatik hüceyrəsinə bərabər olur. Dişi bitkinin dişiciyini tozlandırmışdır. Mayalanmada iştirak edən hüceyrələrin xromosom dəstlərinin cəmi neçə olmuşdur? Mayalanmada 1 yumurta hüceyrə, 2 spermi, 1 dənə də mərkəzi hüceyrə iştirak edəcəkdir. Yumurta hüceyrə mərkəzi hüceyrənin yarısına bərabərdir, yəni 13-dür. Mərkəzi hüceyrəmiz 26-dır. 2 spermimiz isə baxın, spermilər yarıya bərabərdir. Yəni 7, 7. 2 spermi olduğu üçün elə 14 olacaqdır. Bunları toplasaq, 26-nın üstünə 14-ünü gəlsək, eləyər 40. 40-ın üstə də 13-ünü gəlsək, eləyər 53. Yəni düzgün variantımız A variantı olacaqdır. Keçək 17-ci suala. 17-ci sualda hansı membranın daxili maye mühitində polisom ola bilər? Daxili maye mühitində polisom olan, yəni bu ribosomlara malikdir. Mitoxondrinin də daxili maye mühitində biz polisoma rast gələ bilərik. Düzgün variantımız A variantı olar. 18-ci suala baxaq. Məsələmizdir. Məsələdə bizə nə deyilir? Orta nisbi molekul kütləsi nə qədərdir? 360 min. 360 min olan DNT molekulunda 400 sitozin vardır. Birinci biz tapaq görək, bu nukleotidin nə qədər nukleotid var? DNT molekulun kütləsi nukleotidlərin kütləsidir. Biz bilirik ki, bir nukleotidin kütləsi 300-dür. Yəni 360 mini biz bölərik bir nukleotidin kütləsinə, taparıq oradakı nukleotidlərin sayını. 360 mini 300-ə bölsək, buradan bu sıfırlar getsə, 36-nı 3-ə bölsək 12, o da eləyər 1300. Deməli, bu DNT molekulunda 1200 nukleotid var. Və deyir ki, sitozin nukleotidləri 400-dür. Sitozin nukleotidi 400-dürsə, guanin nukleotidi də 400 olacaqdır. 400, 400, 800. Biz 1200 nukleotiddən 800-ü çıxıb taparıq ki, 400-də adenin və timinin cəmidir. Onda 200 adenin olar, 200 timin olar. Sonra bizə nə deyir? Deyir ki, maksimum neçə nukleotid 4 ədəd rabitənin əmələ gəlməsində iştirak edər. Maksimum neçə nukleotid? Biz bilirik ki, adenin və timin ortada gələrsə 4 rabitənin əmələ gəlməsində iştirak edəcəkdir. Maksimum 4 rabitə dediyi üçün mən bütün adenin və timini verirəm DNT molekulun orta hissəsinə. Yəni 400 hamısı 4 rabitənin əmələ gəlməsində iştirak edib. Mən zəncirimi sitozin və guaninlə başladıram, sitozin və guaninlə bitirirəm. Nəyə görə uşaqlar? Çünki sitozin və guanin başda və sonda gələrsə,
Onlar da 4 rabitənin əmələ gəlməsində iştirak edəcəkdir. Sitozin və guanin başda və sonda gəlirsə, 4 rabitənin əmələ gəlməsində iştirak edir. Bizdən də 4 ədəd rabitənin əmələ gəlməsində iştirak edər. Maksimum soruşduğu üçün 400 adenin və timin ortada gəlir və sitozin və guanin də başda və sonda gəlir ki, maksimum 4 rabitə olsun. Bunlar da üstünə gəlsə, ikisi buradan, ikisi buradan 4. Onda düzgün variantımız 404 olar. Keçək 19-cu suala. 19-cu sualda diploid xromosom sayı, yəni 2 38 olan Qarasisovulun erkək fərdinin somatik hüceyrəsinin bölünməsi zamanı anafaza mərhələsində xromosom müxtəlifliyi neçə olar? Baxın uşaqlar, 2 38-dirsə, bunun anafaza mərhələsində 4 qalxır. 4 də olar. 38-i 2-yə vursaq, 2 8-in 16, 3 2-in 6, 76. 76 xromosoma malikdir. 76 xromosomu yazarıq. 76 bərabərdir. Biz bilirik, öndəki rəqəmi çıxsaq, avtosom xromosomu taparıq. 76-dan 4-ünü çıxsaq, qalar 72 və cinsiyyət hüceyrələri isə, tutaq ki, deyirəm, 4 dənə olacaqdır. Ya XX, erkək dediyi üçün, ikisi X, ikisi isə Y olacaqdır. Xromosom müxtəlifliyin soruşur. 72 qaldırmışıq da. Baxın, 38-in xromosom müxtəlifliyi neçə olar? Yəni, yazaq bunu. 38 bərabərdir. 36 plus X, Y. 36-nın yarısı 18. Müxtəliflik buradan. Bir müxtəliflik buradan, bir müxtəliflik də buradan. Deməli, 20 müxtəliflik var. Baxın, uşaqlar, bunu nə qədər artırsaq, xromosom onsuz eyniləşdiririk. Yəni, tutaq ki, bu X-dən 2 dəfə artırsaq 4X olacaqdır. Burada oxşarlıq bir dənədir də, yəni bunların hamısı eynidir. Bir dənə müxtəliflik olacaqdır. Yəni, bunu istəyir neçə dəfə artırsaq bir müxtəliflik olacaq. Biz onda götürürük ki, 18 müxtəliflik autosomla bir dənə X-dən, bir dənə də Y-dən. Ona görə 20 müxtəliflik olar. Düzgün variantımız Y variantı olacaqdır. 20-ci suala baxsaq, verilən ifadələrdən hansı doğrudur? A hüceyrəsi bitki hüceyrəsidir, B hüceyrəsi heyvan hüceyrəsidir. Fərqli olaraq seçək. Plazmatik membran var, hər ikisində plazmatik membran olacaqdır. Daha çox membran quruluşlu organoid növü vardır. Bitki hüceyrəsində xloroplast vardır. Onun üçün bunu götürə bilərik. Sonra xarici qılaf glikokalis adlanır. Xarici qılafı glikokalis adlanan heyvan hüceyrəsidir. 3-ü götürmərik. Fagositoz baş vermir. Fagositoz adətən heyvan hüceyrələri üçündür. Bitkidə baş verməz. Ona görə 4-ü də götürərik. DNT müxtəlifliyi daha çoxdur. DNT müxtəlifliyi daha çoxdur. Burada həm xloroplastda, həm mitoxondrida olduğu üçün bunu da götürərik. Üzv maddə sintez edir. Hər ikisi üzv maddə sintez edəcəkdir. Ona görə düzgün variantımız burada C variantı olacaqdır. Hemoglobin zülalının tərkibinə daxil olan amin turşularının ümumi saylarının cəmi n olarsa, peptid rabitələrinin sayları cəmi neçə olar? Hemoglobin biz bilirik ki 4 zəncirlidir. 4 zəncirli olduğu üçün də peptid rabitələrin sayını soruşduğu üçün. Uşaqlar, birinci zəncirdən tutaq ki amin turşuların sayından birini çıxırıq, ikinci zəncirdən də birini çıxırıq, yenə 1, yenə 1. Yəni 4 zəncirlidirsə, onda amin turşuların sayından 4-ü çıxarıq, taparıq ki, burada nə qədər peptid rabitəsi vardır. O da düzgün variantımız olar, D variantı. Keçək 23-cü suala. 23-cü sualda zülal molekulunun kütləsini veribdir. 5320 qramdır. Bu molekulda qeyri-radikal hissədə karbon və oksigen atomları arasındakı rabitələrin cəmi 117 olarsa, radikalların kütləsi neçə qram olar? Biz bilirik ki, karbon və oksigen atomları arasındakı rabitələrin sayı 2n üstə gəlinsin 1-dir.
Yadda saxlayırıq, karbonla oksigen arasındakı rabitələrin sayı 2n üstə gəlinsin 1-dir. Bir də buradan OH birləşirdi. Ən sonda bu OH çıxmadığı üçün bu biri də oradan gələcək üstünə. 2n üstə gəlinsin 1-dir. Yəni 2n üstə gəlinsin 1 bərabərdir 117-yə, 2n bərabərdir 116-ya, n də bərabərdir 116-nı bölək 2-yə. Eləyər 116-nı 2-yə bölsək 5, o da 18, 58. Deməli 58 amin turşusu vardır. Yəni buradakı n amin turşusu sayını bildirir. 58 amin turşusu ortada, yəni 56 amin turşusu 110'dur orta molekul kütləsi. Birinci amin turşusunun orta molekul kütləsi 100, bir dənə H verdiyi üçün 127'dir. Sonuncu amin turşusunun kütləsi eləyəcək 100, OH çıxdığı üçün 111'dir. Deməli uşaqlar, birincidə 111'dir OH çıxdığı üçün, axırıncıdan H çıxdığı üçün isə 127 olacaqdır. Deməli sonuncu amin turşusunun kütləsi 127, birinci amin turşusunun kütləsi isə 111 olur. İndi deyir bizə radikalların kütləsini tapaq. Baxın, ortada duran amin turşuların biz tapdıq ki 58 amin turşumuz var. 58 amin turşusunun 56'sı ortada duranlardır. Radikalla çıxsaq 54'ü çıxsaq 110'dan qalır yerdə 56'sı. Ona görə 56 vur 56 biz radikalları tapdığımız üçün funksional hissələri tapırıq, görək nə qədərdir kütləsi. 56 vurulsun 56. Üstə gəlinsin 127'dən çıxsaq 54'ünü qalacaq 73. Üstə gəlinsin 127'dən 111'dən 54'ünü çıxsaq qalacaq 57'si. Bunu tapsaq ki neçə qramdır? 56 vurulsun 56. Üstə gəlinsin 73. Üstə gəlinsin 57. Deməli, buradan çıxan cavabımız 3266 qramdır. Deməli, funksional hissənin kütləsi 3266 qramdır. Və ümumi 5320 qramdır. Bunun funksional hissəsi isə 3366'dır. Bundan bunu çıxıb biz radikalların kütləsini taparıq. O da eləyər 20054. Yəni düzgün variantımız A variantı olacaqdır 22-ci sualda. Bunu bir də izahını verirəm. Baxın, deməli bizdə amin turşuları zülal molekulunda birləşmə yaradanda yazarıq ki, məsələn HN. Buradan CH radikal, buradan CO və OH. Sonra birində yazsaq, yenə HH, bura N, buradan CH, bura radikal, buradan C, buradan O, buradan OH. Bir də yazsaq, yenə N, H, CH radikal, buradan C, O və OH. Necə tapırıq karbonla oksigenin arasındakını? Baxın, bu birləşəndə buradan OH-ını verir. Bu isə ikinci isə H-ını verir. Görürsüz, bu hissədən birləşəndə yenə bu OH-ın bu hissədən H-ını verəcək. Bu şəkildə gedəndə bu tərəf OH-ını verəcək. Ən axırda buradan H verildiyi üçün, bunun OH-ı qaldığı üçün bura olur 127, axırıncı amin turşusunun kütləsi. Buradan OH çıxdığı üçün bura olur 111. Orta olur isə həm buradan H çıxır, həm də OH çıxdığı üçün olur 110. Və biz bilirik ki 111-dirsə bunun funksional hissəsi, yəni amin qrupu hissəsi bu. Bu hissəsi 111-dən 54'ünü çıxanda qalır 57. 127'dən də 54'ünü çıxanda qalacaq 73.
Yəni bunun kütləsi birinci ilə axırıncının kütləsi fərqlidir. Onun üçün onu mən 56-ya vurmadım. 23-cü sualın izahına baxsaq, 23-cü sualda nə deyilir bizə? Öz-özünə tozlanan bitkinin endosperm hüceyrəsində olan xromosom dəsti ad. Biz bilirik ki, endospermi nə yaradır? Endospermi mərkəzi hüceyrə, üstə gəlinsin spermi yaradır. Deyir ki, endosperm hüceyrəsi adısa, bu adı mərkəzi hüceyrəni bilmirik, spermini isə B ilə verir. Bu isə B-dir. Buradan mərkəzi hüceyrəni tapsaq, yazarıq ki, A çıxılsın B. Yumurta hüceyrəni tapsaq, A çıxılsın B-ni bölərik 2-yə, taparıq ki, yumurta hüceyrəmizdir. Çünki mərkəzi çıxılsın B, böl 2 yumurta hüceyrədir. Mərkəzi hüceyrənin yarısıdır. Rüşeym nədir? Rüşeym spermi üstə gəlinsin yumurta hüceyrədir. Buradan spermimiz B-dir. Yumurta hüceyrəmiz isə A çıxılsın B, bölünsün 2-dir. Bərabərdir. Bunlara ortaq məxluq olaraq 2 tapsaq, 2B üstə gəlinsin A çıxılsın B, rüşeym hüceyrəsini taparıq. Burada bərabərdir. B üstə gəlinsin A bölünsün 2. Yəni düzgün variantımız olar A variantı. 24-cü suala baxsaq, bitki hüceyrəsində hansı elementin çatışmazlığı fotosintez prosesinin pozulmasına daha çox səbəb olaraq? Biz bilirik ki, fotosintez xlorofilin iştirakı ilə gedir. Xlorofilin də tərkibində maqnezium var. Yəni maqnezium çatışmazlığı fotosintezin prosesinə, gedişatına, pozulmasına səbəb olar. Düzgün variantımız D variantı olar. 25-ci suala baxaq. 25-ci sualda bizə nə deyilir? Çarpaz tozlanan diploid bitkinin yumurta hüceyrəsinin xromosom sayı spermlərin xromosom sayının cəminin 2 misli qədərdir. Yəni spermilərin xromosom sayının cəminin spermiləri x götürsək, spermilər x-dir. Bu ikisinin cəmi 2x, yumurta hüceyrələr isə bunun 2 mislinə bərabərdir. Yəni yumurta hüceyrəmiz isə 4x olar. Bizə də deyir ki, endospermin xromosom sayı 45-ə bərabər olarsa, biz bayaq nə dedik? Dedik ki, mərkəzi hüceyrə üstə gəlinsin spermi bərabərdir endosperm. Spermimiz x-dir. Yazaram x. Mərkəzi hüceyrəmiz yumurta hüceyrənin 2 mislidir. Yəni 8x-dir. X üstə gəl 8x bərabərdir. Yazıb ki, endosperm 45-ə bərabərdir 45. 9x bərabərdir 45. X də bərabərdir 5-ə. Deməli, spermimiz 5-dir. Yumurta hüceyrəmiz 2x daxı 10-dur. Mərkəzi hüceyrəmiz isə yumurta hüceyrəmiz 4x-dir. 4x olduğu üçün yumurta hüceyrəmiz 20-dir. Mərkəzi hüceyrəmiz isə 8x-dir. X-imiz 5 olduğu üçün 8 vurulsun 5. Bu da 40 edəcəkdir. Bizdə də deyir ki, rüşeym kisəsində olan hüceyrələrin xromosom sayı neçə olar? Spermilər rüşeym kisəsinə daxil olubdur. Baxaq, buradan yazaq. Tapdıq ki, biz bilirik ki, 5 mayalanmada iştirak etməyən hüceyrə var. Bu elə yumurta hüceyrənin xromosom sayına bərabərdir. Yumurta hüceyrəmiz 4x-dir. Bir dənə yumurta hüceyrəmiz olduğu üçün 4x-dir. 2 spermi deyir daxil olubdur. Spermilər x-dir. Ona görə 2x olacaqdır. Mərkəzi hüceyrəmiz isə 8x olacaqdır. Bunları cəmləsək 4x, 4x, 8x, 2x buradan 10x, 18x. X-imiz isə neçə tapmışdıq? X-imiz 5 idi. 18-i 5-ə vurarıq. 5 8-ini 40. 1 8-ini isə baxım düz hesabladım. 4x yox. Bunun bir dənəsi 4x-dirsə 5 dənəsi 20x olacaqdır. 5-i 20x olacaq. 20x 5 dənə iştirak etməyəndədir. 4x bir dənə yumurtamız hüceyrəmizdədir. 24x. 2x spermilərimizdir. 26x. 8x mərkəzi hüceyrəmizdir. 26-ın üstündə 8x-in gəlsək eləyəcək 34x.
X-imiz isə 5-dir. 34-ü 5-ə vursaq, 5 4-ünü 20, 3 5-in 15, 170. Düzgün variantımız olar 170 A variantı. 26-cı sualın izahına baxsaq, DNT molekulunda 3 ədəd rabitə əmələ gətirən pentozaların sayı 2 ədəd rabitə əmələ gətirən pentozaların sayından 458 ədəd çoxdur. DNT molekulunda 3 rabitə əmələ gətirənlər, 2 rabitə əmələ gətirənlər 2 ədəddir. Sonuncular 2 ədəd 2 rabitənin əmələ gəlməsində iştirak edir. 2 pentoza. Və ortada qalanları isə 3 ədəd rabitənin və başda duran 3 ədəd rabitənin əmələ gəlməsində iştirak edir. Yəni nukleotit sayı n-dirsə, n çıxılsın 2 peptid rabitə. 2 rabitənin əmələ gəlməsində, peptid 2 rabitənin əmələ gəlməsində iştirak edəcəkdir. Yəni bunlar arasında fərq 458-dirsə, deməli 2 pentoza 2 ədəd rabitənin əmələ gəlməsində iştirak eləyib. 460 isə 3 rabitənin əmələ gəlməsində iştirak eləyəcəkdir. Deməli, ümumi nukleotitimiz nə olacaq? 462 ümumi nukleotitimiz olacaqdır. Baxın, 460-dan 2-sini çıxsaq, 458 fərq eləyir. 462 nukleotitimiz var. Deyir, molekulda 3 qat hidrogen rabitəsi əmələ gətirən nukleotitlərin sayı 54-dür. 3 qat hidrogen rabitəsini əmələ gətirən rabitələr nukleotitlər stozinlə guanindir. Bu ikisinin cəmi 54-dür. Yəni 27 stozin, 27 də guaninimiz olacaqdır. Molekulda ümumi hidrogen rabitəsini soruşduğu üçün biz bilirik ki, nukleotit üstə gəlinsin guanin eləyəcək ümumi hidrogen rabitəmiz. 462-nin üstünə də 27-sini gəlsək, buradan 9, 8 və 489 düzgün variantımız C variantı olar.